Gördüyünüz bu piramida oyuncağı uşaqların inkişafı üçün çox faydalı bir oyuncaqdır. Əziz valideynlər, siz bununla övladlarınızla maraqlı bir vaxt keçirə bilərsiniz. Yəni bu halqaları bir-bir çıxarırsınız. Taxta üzərində halqaları keçirərək həm böyük-kiçik anlayışlarını, həm diqqət, həm konsentrasiyanı, həm də əl motorikasını inkişaf etdirə bilərsiniz. Bu zaman uşaqlarda qavrama və ardıcılığı öyrətmiş olursunuz. Yəni cümlə qurmaq vərdişləri formalaşır. Suallar verə bilərsiniz. Məsələn, böyük halqanı tap, qırmızı halqanı tap yerinə qoy. Bu tip suallarla sadə cümlələr quraraq onların nitqini inkişaf etdirmiş olursunuz. Barmaq hərəkətləri və danışıq əzəliləri. Dil, dodaq, çənə beynin eyni sahəsi ilə əlaqəlidir. Uşaq halqaları tutub taxdıqca nitq mərkəzi stimullaşır. Əziz valideynlər, piramida ilə həm övladlarınızla gözəl bir vaxt keçirə bilərsiniz, həm də onların nitqini inkişaf etdirmək olar.